Bugünkü mövzumuz İngiltərə orta əsrlər dövründə. 5-ci əsrin əvvəllərində Şimali Avropada yaşayan Alman mənşəli Anglo-Saks tayfaları İngiltərəni işğal edərək burada 7 krallıq yaratdılar. 9-cu əsrdə Vikinglər tərəfindən ələ keçirilən bu torpaqlarda Anglo-Sakslar və Vikinglər qaynayıb qarışaraq indiki İngilis xalqını yaratdılar. 9-cu əsrin sonlarında İngiltərədə vahid krallıq yarandı. Anglo-Saksların adı ilə bu krallıq İngiltərə adlandırıldı. 10-cu əsrdə Vikinglərin bir hissəsi olan Normanlar Fransanın şimalında məskunlaşdılar. Fransa kralının onların başçısına burada mülk olaraq verdiyi ərazi isə sonradan Normandiya hersoqluğu adlandırılır. Normandiya hersoqu olan Vilhelm isə öz əlindəki ərazi ilə kifayətlənməyərək hətta İngiltərə taxt-tacına iddia qaldırır. Belə ki, 1066-cı ildə Vilhelm cəngavərlərdən ibarət ağır silahlı ordusu ilə Normandiyadan İngiltərəyə hücum edir. Tərəflər arasında Hastings adlanan döyüş baş verir. Normandiya hersoqu Vilhelm öz ordusu ilə İngiltərə kralının piyadalardan ibarət qoşununu məğlub edir. İngiltərəni işğal edir və hətta paytaxt Londonu tutur. Bununla da kifayətlənməyərək özünü İngiltərə kralı elan edir. Norman işğalı nəticəsində İngiltərədə kral hakimiyyəti gücləndi. 1066-cı ildə İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Ölkənin siyasi birliyi möhkəmləndi, daxili və xarici ticarət daha da genişləndi. Feodallaşma prosesi başa çatmış, kəndlilərin əksəriyyəti isə təhkimli vəziyyətinə düşmüşdü. 1066-cı ildən 1087-ci ilə qədər hakimiyyətdə olan 1-ci Vilhelm öz hakimiyyəti dövründə geniş islahatlar həyata keçirdi. Belə ki, bütün ölkənin kral mülkü elan olunması, Norman cəngavərlərinə və kral vassallarına torpaq sahələrinin paylanılması, bütün zadəganları İngiltərənin yeganə hökmdarı kimi özünə sadiqlik andı içdirməsi məhz Vilhelmin dövrünə düşür. Onun dövründə İngiltərə əhalisi və əmlakı siyahıya alındı. Bu, Roma dövründən sonra Avropada aparılan ilk siyahıya alma idi. Anglo-Saks tayfalarının vergi sistemini və kral məhkəməsini daha da təkmilləşdirdi. Vilhelmin dövründə İngilis kəndliləri təhkimli vəziyyətinə salındı. Bütün əkilən torpaqların 7də biri, şəhərlərin çoxu kralın mülkü hesab olunurdu. Avropa ölkələrindən fərqli olaraq İngiltərədə bütün feodallar bilavasitə kralın vassalı hesab olunurdu və feodallar krala hərbi xidmət edir və vergi ödəyirdilər. Orta əsrlər İngiltərə tarixinin ən mühüm islahatları isə 2-ci Henrixin dövründə baş vermişdi. 2-ci Henrix hakimiyyəti dövründə 3 sahədə kilsə, hərbi və məhkəmə sahəsində islahatlar həyata keçirdi. Henrixin məhkəmə islahatı kral məhkəməsinin səlahiyyətlərini genişləndirmək məqsədi ilə həyata keçirilmişdi. Onun məhkəmə islahatına əsasən hər bir azad adam müəyyən ödənc müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Kral məhkəməsində iş iclasçılar tərəfindən araşdırılırdı. Məhkəmə islahatı nəticəsində bütün İngiltərə üçün vahid kral hüququ yaranmağa başladı. Kral məhkəməsinin səlahiyyətləri artırıldı. Bu məhkəmələr bütün İngiltərəni əhatə etdiyi üçün yerli qanun məcəllələrini əvəz etməyə başladı. 2-ci Henrixin hərbi islahatına görə isə feodalların krala göstərdiyi hərbi xidmətin müddəti azaldıldı. Qalan müddət və ya bəzən bütövlükdə hərbi xidmət əvəzinə feodallar krala qalxan pulu adlı xüsusi vergi ödəməli idilər. Bu kralın baron qoşunlarından asılılığını azaltmışdı. 2-ci Henrixin kilsə islahatı isə uğurlu olmadı. 2-ci Henrix kilsə üzərində kral nəzarətini gücləndirmək istəyirdi, lakin bu elə də asan olmamışdı. 13-cü əsrin əvvəllərində İngiltərənin Fransa ilə apardığı müharibələr böyük pul vəsaiti tələb edirdi. Buna görə də kral tez-tez feodallardan, kilsədən və əhalidən alınan vergiləri artırırdı. Kilsə işlərinə qarışması isə kral ilə Roma papası arasında münaqişəyə səbəb oldu. Bu münaqişədən qorxuya düşən kral 1215-ci ildə Böyük Azadlıqlar Xartiyasını imzalamağa məcbur olur. Böyük Azadlıqlar Xartiyasına görə iri feodallara geniş hüquqlar verilir. Cəngavər, şəhərli və azad kəndlilər isə məhdud hüquqlar qazandılar. Daha sonra kral Böyük Azadlıqlar Xartiyasında təsbit edilən hüquqlara əməl etmədi. Uzun müddət davam edən münaqişənin gedişində 1265-ci ildə İngiltərə tarixində ilk dəfə parlament çağırıldı. İngiltərə parlamentində iri feodallar, ali ruhanilər, şəhərlilər və cəngavərlər iştirak edirdilər. Kral vergiləri parlamentlə razılaşıb təyin edə bilərdi. Parlamentin özünün də vergi təyin etmək hüququ var idi. 1265-ci ildə yaranan parlament
14-cü əsrdən etibarən isə qanunlar vermək işində də iştirak etmək hüququ qazandı. 14-cü əsrdə bütün Avropada yayılan qara ölüm vəba epidemiyası nəticəsində İngiltərə əhalisinin 1/4 həlak olmuşdu. İşçi qüvvəsinə tələbat artdığı üçün kral amansız qanunlar qəbul etmişdi. Bu qanunlara görə torpağı və digər gəlir mənbəyi olmayan 12-60 yaşında bütün adamlar aşağı əmək haqqı ilə işləməyə məcbur idilər. İmtina edənlər isə ağır cəzalara məhkum olunurdular. Bütün bu amansız qanunlar üsyanlara səbəb olurdu. Bu dövrdə feodal zülmünə qarşı mübarizə aparan məşhur Robin Hood haqqında rəvayətlər də yaranmışdı. 14-cü əsrin ikinci yarısında İngiltərə kəndlilərinin vəziyyəti daha da ağırlaşır. 1381-ci ildə İngiltərədə Wat Tylerin başçılığı ilə kəndli üsyanı baş verdi. Wat Tyler üsyanının əsas səbəbləri amansız qanunlar, vergilərin artırılması və feodal zülmü idi. Xeyirxah krala inanan üsyançılar kralla görüşmək və vəziyyətlərinin yaxşılaşdırılması üçün tədbirlər görülməsini xahiş etmək məqsədi ilə Londona yürüş edərək kralla görüşmüşdülər. Onlar kralla görüş zamanı təhkimçilik və biyarın ləğv edilməsini, vergilərin azaldılmasını istəmişdilər. Kral əvvəlcə tələblərlə razılaşsa da, sonra hiyləyə və xəyanətə əl ataraq üsyanı yatırmışdı. Wat Tyler üsyanı nəticəsində vergilər bir qədər azaldılmış, amansız qanunlar yumşaldılmış, kəndlilərin təhkimçilikdən azad edilməsi prosesi sürətləndirilmişdi. Orta əsrlər İngiltərə tarixinin ən unudulmaz hadisələrindən biri də Qızılgül müharibələri idi. 1455-1485-ci illərdə İngiltərədə iki feodal qrupu arasında hakimiyyət uğrunda 30 il davam edən Alqızılgül və Ağqızılgül müharibələri baş verdi. Müharibə nəticəsində 7-ci Henrix Tudor qalib gələrək hakimiyyəti ələ keçirdi və İngiltərədə yeni sülalə Tudorlar sülaləsinin hakimiyyəti başladı. Tudorlar sülaləsi 1603-cü ilə qədər İngiltərədə hakimiyyətdə qaldı. İngiltərə tarixinin qızıl dövrü isə 1-ci Yelizavetanın hakimiyyət dövrü hesab olunur. Belə ki, o 1558-ci ildən 1603-cü ilə qədər hakimiyyətdə qalmışdı. Proteksionizm siyasətini həyata keçirən Yelizavetanın dövründə İspanlıların məğlub edilməz armadası ilə güclü döyüş baş vermişdi. 1588-ci ildə ingilislər ölkələrini işğal etmək istəyən İspaniyanın məğlub edilməz armada adlanan dəniz donanmasını məğlub etdilər. Bunun nəticəsində İngiltərə Avropanın ən güclü dövlətlərindən birinə çevrildi. İngiltərənin dəniz ticarəti və müstəmləkələr uğrunda mübarizədə mövqeyi daha da gücləndi. 1-ci Yelizavetanın varisi olmadığı üçün onun vəfatından sonra İngiltərədə Tudorlar sülaləsinin hakimiyyəti başa çatdı. 1603-cü ildə isə ölkədə Stuartlar sülaləsinin hakimiyyəti başlamışdı.